yazaraq işləyin müəllim. Verdiyim testlərin hamısını işləyin. Hə, buyurun. Kim Yaxşı müəllim. desin. Buyurun. Başlayaq. Etik davranış qaydaları. Müəllimə 4-cü suala baxa bilərik. Baxaq. Baxaq. 4. 4-də kimi var? Məndə yoxdur, o müəllimləri deyə bilmərəm. Yaxşı. Gəlin 4-də baxaq. Etik davranış qaydaları ilə bağlı verilmiş yanlış fikri müəyyən edin. Aha, biz səhv axtaracağıq. A-da deyir ki, ilk öncə soruşum. Ülvi müəllim, sizin səhvinizdədir? Xeyr müəllim, məndə 9-dadır. İbrahim Mənimdir müəllim. müəllim, İbrahim müəllim. Hə, İbrahim Bəli, müəllim. bəli. Sizin səsinizi qarışdırıram. İbrahim müəllim, siz burada nə yazmısınız? Sizin fikrinizi soruşum. Ümumiyyətlə yazmamışdım müəllimə. Hə, ümumiyyətcə yazmamısınız. Yaxşı. A-da deyir ki, boş etik saxla. davranış qaydalarına əməl etmədiyinə görə əmək müqaviləsinə xitam verilmiş müəllim 1 il pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Bəli, bu doğrudur müəllimlər. Yadınızda saxlayın, əgər müəllim etik davranış qaydalarına riayət eləməyib, pozubsa, 1 il onun işinə xitam verilir. Bəzən ömürlük yazılır, bir dəfəlik yazılır. Bu yanlışdır. 1 il, bu doğrudur. Bunu çıxdıq. B-də, bu qaydaların tətbiqində məqsədlərdən biri təhsil müəssisələrinin fəaliyyətində şəffaflığın artırılmasına nail olmaqdır. Bəli, doğrudur. Sizə belə bir sual verim, İbrahim müəllim. Sizcə bu etik Buyurun. davranış qaydaları nə üçün lazımdır? Başa düşdüyünüz kimi deyə bilərsiniz mənə. Yəni, müəllimlərdən tələb olunur da əsas bu etik davranış prinsipləri. Bu etik davranışlar niyə müəllimlərdən tələb olunur? Səbəb. Necə başa düşürsünüz? Uşaqlara, Aha, buyurun. elə bil müəllim, şagirdlərə nümunə olmaq üçün mən belə başa düşürəm. Bəli, elə bir növ bəli. Şagirdlərə nümunə olmalıdır müəllim. Həm təhsil tədris sistemində şəffaflıq yaratmaqda məqsədidir. Bəli, ona görə beyni çıxaqmı? Beydə səhvlik var. Görürsüz, şəffaflığın nəyində səhvlik ola bilər? Şəffaflıq yaratmağın. Beyni çıxaq. C-yə baxaq. Qaydalar bütün növ təhsil müəssisələrində çalışan müəllimlərə şamil edilir. Bunu elə mən öz PDF-imdə ilk cümlədə qeyd eləmişəm. İlk cümlədə ki, bu etik davranış qaydaları bütün növ təhsil müəssisələrinə aiddir. Müəssisələrdəki çalışan müəllimlərə aiddir. Ona görə bu da doğrudur, yanlış deyil. Dediyim hər cümləni yadda saxlayın müəllimlər. Yəni testdə hər biri. D-də deyir, qaydalar təhsil prosesi iştirakçılarının qarşılıqlı münasibətini tənzimləyir. Təhsil prosesinin iştirakçıları kimdir? Müəllimlərdir, şagirdlərdir, digər nümayəndələr. Məsələn, burada əsas müəllim-şagird münasibətlərinin, həmçində müəllim-müəllim münasibətlərini tənzimləyir bu etik davranış qaydaları. Ona görə bu da doğrudur, burada yanlış yoxdur. E-yə baxaq. Təhsilin bütün səviyyələrində təhsil alanların ümumi davranışını tənzimləyən normaların məcmusudur. İbrahim müəllim, təhsil alanlar kimdir? Təhsil alanlar şagirdlər. Bəli. İndi bu etik davranış qaydaları təhsil alanların, yəni şagirdlərin, yoxsa müəllimlərin davranış qaydalarını tənzimləyir? Müəllimlərin. Bəli, müəllimlərin. Amma burada yazıb ki, təhsil alanların, yəni şagirdlərin yazıb. Ona görə bu yanlışdır. E variantı yanlışdır. Aydındır? Bəli, müəllim, bəli. Əla. Aha, sonra başqa? Başqa harda səhvimiz var? 15-də səhvim var mənim. 9-a baxardınız da müəllimə. Yaxşı. Zəhmət olmaz. 9-a baxaq ona kimi. Aha. Deməli, burada nədir? Bax, bu tipli suallarda iki tərəf çərçivədə nümunə verir və bu nümunənin hansı prinsipə aid olduğunu bizdən soruşur. Gəlin müəyyənləşdirək. Deyir ki, müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Bunu necə başa düşmüşdük? Gəlin o tərəfdə oxuyum. Müəllim özünün mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Aha, bunu necə başa düşmüşdük? Deməli, müəllim, biz demişdik ki, qərəzsizlik prinsipində müəllim, misal üçün, siz, tutaq ki, Ülvi müəllim hal-hazırda oturur sinifdə uşaqlara dərs keçirir. Kənardan bir şəxs gəlir, Ülvi müəllimə deyir ki, müəllim, tutaq ki, sinifdəki zaur bizim
Filan kəsin atası filan vəzifədə oturur. Xahiş edirəm onun qiymətini yüksək yazın. Bax, bu kənar müdaxilədir. Müəllimin işinə, vəzifəsinə kənar müdaxilədir. Və müəllim, ülvi müəllim olaraq icazə verməməlidir ki, kənar bir şəxs müəllimin işinin icrasına müdaxilə eləsin. Əgər icazə versə, o zaman qərəzsizlik prinsipini pozmuş olur. Verməsə də qərəzsizlik prinsipini yerinə yetirmiş olur. Yəni necə deyim, bax belə deyək də, əgər siz onun qiymətini kiməsə görə yüksək yazsaz, artıq siz Bildim müəllimə. bəli, içəridə uşaqlar arasında pozursunuz da. Bəli müəllim. Məsəl üçün indi yadıma düşdü, düz deyirsiniz. Məsəl üçün müəllim yoldaşım var, misal üçün, mənim yaxın dostumdur. Deyir ki, mənim oğluma yaxşı qiymət yaz da. İstərsəniz həmkar yoldaşıq. Əgər mən onu, halbuki bilirəmsə bu uşaq oxumur, mən onun atasına görə yaxşı qiymət yazıramsa, ya həmkarım, bu da qərəzsizliyi pozmuş oluram da. Bəli, pozmuş olursunuz. Bəli. Aydın oldu sizə bu sual? Aydın müəllim, bəli. Kənar müdaxilə görsəz, götürün qərəzsizlik. Yəni heç bir şəxs sizin işinizin icrasına müdaxilə, kənardan müdaxilə eləyə bilməz. İcazə verməməlisiniz. Bu oldu D variantı. Sonra buyurun. Buyurun. Kim demişdi bayaq sən? 15 verdi müəllimində. 15 demişdiniz. 15-ə baxın. Aha. Müəllim valideynlə ünsiyyət zamanı baş vermiş anlaşılmazlığı şagirdə büruzə verir. Hətta bu hal şagirdin nailiyyətinin qiymətləndirilməsinə təsir edir. Müəllim etik davranış prinsiplərindən hansını pozur? Baxın, Günay müəllimə, siz valideynlə hər hansı bir tutaq ki, sinifdə Səbinədir, şagirdindir. O şagirdin valideyninlə münaqişə yaşamısan və onu yansıdırsan şagirdə. Hiss elətdirirsən şagirdinə, hətta onun qiymətini də aşağı salırsan. Uşaq yaxşı oxuyur, çalışır, yaxşı oxumağa çalışır, amma siz Günay müəllim olaraq onunla qərəziniz var. Çünki onun valideynlə qərəziniz var. Onun qiymətini aşağı yazırsınız, təsir edir sizin bu situasiya, bu vəziyyət uşağın qiymətinə təsir edir. Sizcə siz burada əgər qərəzli yanaşırsınızsa şagirdə hansı prinsipi pozacaqsınız? Qərəzsizliyi. Bəli, qərəzsizlik. Müəllim deyə bilərəm. Qərəzsizlikdə. Aha, bəli, Səyyad müəllim, gecikdiniz, növbətində deyərsiniz. Qərəzsizlikdir Günay müəllimə. Siz, məsələn, bax, belə bir situasiyalarda olanda da imkan verməməlisiniz ki, sizin işinizə, sizin şagirdlə münasibətinizə təsir eləsin bu hadisələr. O zaman siz qərəzsizlik prinsipini yerinə yetirmiş olursunuz. Sonra, aydın oldu Günay müəllimə? Bəli müəllimə, çox sağ olun. Buyurun, buyurun. Sonra? 13-cü suala baxa bilərik müəllim. Yaxşı, 13-ə baxaq. 13. Hə. Uyğunluğu deyir. Aha, müəllim, yenə bunu da izahatı verin. Bu tipli testlərdə uyğunluq deyirsə, doğrunun altından doğruları seçib yazırıq. Yanlışın altından isə yanlış olanları seçib yazırıq. Aha, bizə indi doğrunun altından doğruları seçmək lazımdır. Müəllim etik davranış qaydalarını tərtib etməkdə, müəllimin etik davranış qaydalarını tərtib etməkdə məqsəd ümumi orta təhsil səviyyəsində təhsil alanlarda münasibətlərin tənzimləməkdən ibarətdir. Müəllim, sual verim. Təkcə ümumi orta təhsil səviyyəsi deyəndə hansı hissə nəzərdə, hansı mərhələ səviyyə nəzərdə tuturuq? 5-dən 9-a qədər də mən. Aha, bu təkcə etik prinsip sual verir. 5-dən 9-a aiddir. Yəni 5-dən 9-a dərs keçən müəllimlərə aiddir. Yox, müəllim, hamısına aid daxı bu. Orta deyir, ümumi orta deyir. Bəli, hamısına aid. Ona görə bu yanlışdır. Biri çıxdıq. Bizə bəli, biri çıxdıq. Sonra 2-yə baxaq. Müəllim vəzifə funksiyalarının icrası zamanı insan hüquqlarına və demokratik prinsiplərə əməl etməlidir. Məxfiliyi qorumalıdır. Yazıb ictimai etimad. Yadınızda saxlayın müəllimlər, məxfiliyi qorumaq konfidensiallıqdadır. Məxfilik, gizlilik konfidensiallıqdadır, ictimai etimadda deyil. Ona görə bu da yanlışdır. Bunu da götürmədik. Çünki doğrunun altından bizə doğru lazım idi. Burada heç nə biri doğru deyil. Bir də doğru deyil, iki də. Çıxdıq bunları. İndi gəlin yanlışlara baxaq. Üstə deyir ki, müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənarı məsələlərə müdaxilə etməməlidir yazıb qanun nail eləyir. Biz bunu nə götürmüşdük?
öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Həmçinin də Loyallıq müəllimə. Adı da Loyallıq. müəllimə bu. Loyallıq olmalıdır. bu nə yazıb? Qanunaliliyi yazıb. Qanunaliliyidir. Xeyr, Evet. o qanunçuluqdur müəllimə. Aha, necə? Səyahət müəllim O necə? qanunçuluqdur. Qanun Qanun yazıb. qanunaliliyi eyni mənaya gəlir. Sadəcə olaraq yanlış cavab yanlışdır. Bizə də yanlışın altından yanlış Yanlışdır. etmək lazımdır. Bu da özdəki loyallıq yox, qərəzsizlikdir. 3-1-i 3-dür. Sonra 4. Müəllim təhsil alanlara qarşı xeyirxah, təmkinli olmalıdır. Tənqidi fikirləri qəbul etməlidir. Bu hansındadır müəllimlər? Sualım sizədir. Tənqidi fikirləri Mədəni davranışlar. Bəli, mədəni Mədəni davranışlardır. Doğrudur, mədəni. Amma burada qərəzsizlik yazılıb. Ona görə bizə yanlışın altından yanlışları götürəcəyik. 3-dən 4 yanlışdır və yuxarısına da yanlış yazılıb. 3-dən 4-ü götürürük. Doğru cavab kimi B variantı. Bu tip bəlkə də testin formatı sizi çaşdırıb. Bu tip testdə aydın oldu sizə? Formatı aydın oldu müəllim? Bəli, müəllim, başa düşdüm. Aha, yəni imtahanda da bu tip testlər çıxacaq qarşınıza. Hazırlıqlı olun. Aha, oldu cavab 3 və 4. Sonra buyurun, başqa. Başqa? Müəllim 17-yə baxaq. 17. Aha, gedək 17-yə. Aha. Uyğunsuzluğu soruşun, müəllim. Nə götürmüsünüz burada? Mən C-ni götürmüşəm müəllimə. C. Amma səhv. Deyir müəllimin təhsil alanlarla münasibəti, yəni müəllimin şagirdlərlə münasibəti lazımdır bunlar içərisində bizə. Siz C götürmüsünüz. Gəlin C-yə baxaq. Təhsil alanlara verilən qiymətin qərəzli şəkildə azaldılmasına və ya əsassız olaraq artırılmasına yol verilməməlidir. Bu qiymətin artırılması, azaldılması təhsil alanla münasibət deyilmi? Müəllim şagird münasibətləri deyilmi? Niyə? Yəni qiymət kimə yazılır? Şagirdə. Şagirdə yazılır. Burada nə yanlışlıq var ki? Nə, orada biraz mən o qərəzli sözü çaşdırdı məni. Yəni Qərəzli qərəzli şəkildə. şəkildə. Məsələn, qərəz müəllimin şagirdin məsəl üçün ya özünə ya valideynlə tutaq ki deyirəm, qərəzi var. Yəni tutaq problemi var, belə deyim, qərəzi var, problemi var. Ona görə uşağın qiymətini qərəzli şəkildə bilərəkdən belə deyim, aşağı yazır. Olduğundan aşağı yazır. Qərəzi var deyə ondan. Aha. Deyir olmamalı başa elə şeylər. Elə şeylər olmamalıdır, baş verməməlidir. Ona görə C doğrudur, yanlış deyil. Yəni təhsil alanlarla münasibətdədir. Amma sonra gəlin o birlərinə baxaq. D-də deyir müəllim valideyn və digər qanuni nümayəndələrlə hörmətlə və nəzakətlə davranmalıdır. Elə budur da, müəllim. Bu valideynlə Yəni digər qanunu müəllimin valideynlə münasibətidir. Müəllim valideyn münasibəti, yəni təhsil alanlarla Orada sözünüz kəsirəm müəllim. Orada uyğunsuzluğu yazıb bax, amma burada müəllim valideyn zaten əlaqələri olmalıdır axı, nəzakətlə davranmalıdır. Təhsil alanına münasibət deyir ona görə. Başda verilir, bax nümunə kimi müəllim sizdə. Nümunə veriblər ki, müəllimin təhsil alanlarla münasibətini götürəcəksiniz bunlar içərisində. Aha. Ancaq müəllim Aydın, şagird aydın. münasibətlərini seçib götürməlisiniz. Bu amma Başa düşdüm müəllim. onlardan biri, bunlar bu variantlardan birində müəllim şagird münasibəti deyil. Ya müəllim rəhbərliklə münasibəti verilir, ya müəllimin valideynlə münasibəti verilir, ya müəllimin öz əmək yoldaşları ilə, müəllim yoldaşları ilə münasibəti verilir. Yəni şagirdlərlə münasibəti verilməyib. Onu seçib götürməliyik. Bildim müəllimə, aydındır. Aha, əla. Sonra. Buyurun. Müəllimə 21-ci suala baxa bilərik. Baxaq, 21-ə baxaq, 21. Aha, siz gəlin şərt oxuyun. Verilmiş hansı variantda müəllim peşəkarlıq, fərdi məsuliyyət, etik prinsipinə əməl edibdir soruşur. Siz nə götürmüsünüz? Gəlin ikincisinin variantını müzakirə edək. A variantını götürmüşdüm mən. Etik peşəkarlıq. Aha. Müəllim valideyn iclasında uşaqlar haqqında valideynlərə ümumi məlumatlar verir, xüsusi məsələlərlə bağlı valideynlərə ayrıca danışır. Burada peşəkarlıq fərdi məsuliyyət deyil. Burada müəllim konfidensiallığı təmin edir. Baxın, deyir ki, xüsusi məsələlər, yəni gizli məsələlər olur da, şagirdlərlə bağlı xüsusi məsələlər var. Müəllim bu gizliliyi təmin edir, valideynlərlə tək-tək danışır. Misal üçün deyirsə, çağırır ki, tutaq ki, valideynin birinin adı olsun Lalə. Lalə xanım, icazənizlə sizdən təklikdə danışmaq istəyirəm uşağınız haqqında, övladınız haqqında. Deyir ki, misal üçün sizin övladınız sinifdə çox tutaq ki, dəcəllik eləyir, hörmətsizlik eləyir müəllimlərə qarşı. Məsəl üçün, bunu məsələn hamının içində bütün valideynlər içərisində deyib həmin valideyni qızartmır.
xüsusi bir məsələ kimi. Bu müəllim burada da konfidensiallığı təmin etmiş olur. Aydın oldu müəllimə? Kim idi bu? Həbə Məmməsin idi. Həbə müəlliməsin sualı idi. Bu kimin sualı idi? Aha. Yəqin müsait deyil. Yəni burada C deyil cavab. aha, burada C-dir. Müəllim hər dərsi fərqli metodlardan istifadə edərək dərsini qurur. Həmçinin bütün şagirdlərin dərsdə aktiv iştirakını təmin edir. Demək, bu müəllim fərqli metodlardan istifadə edə bilirsə, bu insan, bu müəllim peşəkar müəllimdir. Baxın, adından göründüyü kimi, peşəkar bir müəllim, öz işinin ustadı olan bir müəllim fərqli metodlardan istifadə edə bilər də müəllim. Bir məntiqi əlaqə quraq da. Amma A-da yenə deyirəm, xüsusi məsələlərə görə valideynlə təklikdə danışır. Bu demək loyal, daha doğrusu bu demək konfidensiallığı təmin etmiş olur. Doğru cavab C variantıdır. Aha, sonra başqa kimin harda səhvi var? Təşəkkür edirəm müəllimə, çox sağ olun. Buyurun. Başqa kimin harda səhvi var? Müəllimə, məndə 31-dədir. 31-ə qədər səhv yoxsa 31-ə baxardıq da. Müəllimə, məndə 26 var. Hə, 26. 26-ya bax. Baxaq 26-ya. 26 kimin səhvi idi? Mənim. Aha. Müəllim iclaslarda və görüşlərdə öz fəaliyyətini həddən artıq tərifləyir, təbliğ edir. Bu da məhkat edir bunun özünü tərifləməyə, yerli yersiz olaraq özünü tərifləməyə. Bu zaman siz də onun əməkdaşısınız da, müəllim yoldaşısınız və onunla, yəni müəllim yoldaşına münasibətlərdə artıq zərər gəlir, istərsəməz korlanır. Ona görə kollektivlə münasibət deyirik, B variantı. Artıq özünüz tapdınız, heç mən demədim. Sonra. Buyurun. Neçə demişdiniz? 31-ə kimi var? 31-ə kimi yox. 31-ə kimi yoxsa mənim 31-ə baxardıq da yazmamışam orada. Məndə 31-də səhv oldu. Yaxşı, gəlin 31-ə baxaq, görək. Peşəkarlıq, fərdi məsuliyyət və qərəzsizliyi soruşur. Aha, deyir müəllim dərs zamanı şagirdlər arasındakı münasibətlərə qarışmır, sadəcə sinif rəhbərinə şikayət edirdi. Misal üçün, bax sizin elə özünüz olun. Nümunə gətirim elim, İbrahim müəllim. Bax sinifdə oturmusunuz. Buyurun. Sinifdə uşaqlar bir-birindən dalaşır. Konflikt düşübdür. Siz də deyirsiniz ki, mənim nə işimə qalıb, sinifdədir, müdaxilə edə bilmirsiniz də, belə deyim, sakitləşdirə bilmirsiniz sinifi. Deyirsiniz, o sinif rəhbərinə deyim, sinif rəhbəri bunların vacibətinə baxsın. Demək, siz peşəkar deyilsiniz. Peşəkar müəllim olsanız, o sinifdəki konflikti aradan qaldırarsınız. Peşəkar müəllimin öz üsulu olur, öz strategiyası olur, qabaqcadan hazır olur elə hadisələrə. Çünki başına çox gəlib, peşəkardır da. Ona görə, məsələn, konflikt olanda, sinifdə səs-küy olanda anındaca onu müdaxilə edə bilir. Heç elə olur ki, həmin müəllimlərin dərsində heç çox səs-küy də olmur. Çünki peşəkar sinifi idarə edə bilir. Ona görə buna götürürük peşəkarlığa. Sonra B-də deyir, məktəb daxili tədbir zamanı şagirdlərin tədbirə getməsinə müəllim şərait yaratmır. Burada nə ola bilər? Burada da elə peşəkarlıq fərdi məsuliyyətdir. Baxın, tədbirdir. Burada müəllim məsuliyyətini dərk eləmir. Həm məsuliyyətini, həm də peşəkarcasına davranmır müəllim. Peşəkarcasına davranmalıdır ki, bu tədbirdir, məktəb daxili tədbirdir və şərait yaratmalıdır şagirdə. Misal üçün deyir ki, yox, mənim dərsimdə oturmalısan. Amma müəllim bilir ki, bu məktəb daxili tədbirdir, bütün şagirdlər burada iştirak eləməlidir. Hər biri. Bu da peşəkar müəllimin davranışıdır, icazə verməlidir. Çünki digər müəllimlər və digər şagirdlər o tədbirdədir. Çünki müəllim dəfələrcə bu tədbirlər baş verib həmin məktəbdə və bu situasiyaya hazırlıqlıdır. Bu da peşəkarlığa aiddir. Bunda götürdüyü peşəkarlığa. Sonra C-yə baxaq. Şagirdin sosial mənsubiyyəti müəllimin ona fərqli münasibət göstərməsinə səbəb olur. Biz qərəzsizlikdə nə demişik? İstər sosial olsun, istər dini olsun, istər cinsi olsun, müəllim fərq qoymamalıdır. Sosial deyəndə, məsələn, onun əsasən maddi vəziyyəti nəzərdə tutulur. Məsəl üçün, müəllim maddi vəziyyətinə görə şagirdlərə fərq qoyursa, demək qərəzdə yanaşır da. Burada qərəzsizlik prinsipini pozub həmin müəllim. Bu da qərəzsizlik prinsipinə aiddir.
Başa düşdünüz müəllimlər? Bildim. Aha, lap yaxşı. Nəsə qaranlıq cüzi bir, nəsə qaranlıq qalsa, buyurun, sualınızı verin, narahat olmayın. Yenə izahatını verəcəm. Buyurun, başqa. Qurtardı səhvləriniz. 33 var benim. 30, 33. aha, gəlin 33-ə baxaq. Deyir, iki müəllim arasında olan mübahisə böyüyərək məktəbdə münaqişə halına gəlir. Digər müəllimlər, şagirdlər buna şahid olur. Vay vay vay. Bu situasiyada deyir ki, hansısa prinsip pozulubdur. Elə bir Günay müəllimə, sizin sinifdə, daha doğrusu müəllimlər otağıdır. Müəllimlər otağında 2 dənə müəllim başlayırlar dalaşmağa. Birinci bunu soruşun. Əgər müəllimlə öz müəllim yoldaşıyla dalaşırsa, burada hansı müəllimin kimlərlə münasibəti korlamış olur? Valideynlə, müəllimin yoldaşı ilə. A isə kollektivlə, bunu tapdıq, kollektiv münasibəti. Və bu prosesdə şagirdlər şahid olurlar, əmsi. Biz dedik axı, müəllim nümunə olmalıdır. Bu prosesdə bir-birinlə mübahisə edən müəllimlər bir-birlərinə qeyri-etik sözlərdən, ifadələrdən istifadə edəcək də. Əgər istifadə edəcəksə, dedik axı, müəllim davranışına, davranışına və danışığına diqqət eləməlidir. Bunu hansı etik prinsipdə götürmüşdük? Mədəni Davranış. davranış. Mədəni davranış. Bəli, mədəni davranış. Bu zaman həmin müəllim mədəni davranış prinsipini də pozur. Çünki mədəni davranmır. Sinifdə müəllim yoldaşı ilə dalaşır. Şagirdlər də bunu görürlər. Nümunə olurlar da, belə nümunə olar. Ona görə doğru cavab A. Etik davranış qaydalarını pozur da mən. Bəli, etik davranış qaydalarında mədəni davranışı pozur müəllimlər. Aha, doğru cavab A. Aydın oldu Günay müəllimə? Müəlliməm aydın oldu. Aha, sonra qaldı 34-35 var. Ha, orada səhvləriniz yoxdursa, keçək digər testə. Yekunlaşdı müəllimlər bu testiniz. Yaxşı, bunu dayandırıram. Keçək digərinə. Yeri. Aha, buyurun. Bu da mənim testim. Burada səhvləriniz deyil. Buyurun. Ya, işləmisiniz bu testi? Hayır. Bunu yazmamışım müəllimə mən. Hə, siz yazmalısınız. Müəlliməm. Sonra? Bir dəqiqə mən bunu bir dənə baxım. Mən bunu Müəllimə burada 20 test idi. Rəşmə müəllimə 20 test idi də burada. Bəli, bəli, bu 20 dənəlik testdir. Bir dəqiqə. Burada telefonun adı var. Oppa A38. Kimdir bu? Telefonun adı ilə girib. Xoş gəlmisiniz Zərifə müəllimə. Axşamınız xeyir olsun. Çox sağ olun. Axşamınız xeyir. Zərifə müəllimə. Mən bugün qoşuluram. Bəli. Aha, buyurun. Mən birinci səfərdə qoşuram deyin. Test zat heç nə işləməmişəm də qulaq asıram. Hə, Yəqin narahat ki, olmayın. sonra Aha. Mənəm axşamın seyir rəsmiyə müəllimi, mənəm Billur müəllimədir. Hə, Billur müəllimə, axşamınız xeyir, xoş gəlmisiniz siz də Billur müəllimə, Zərifə müəllimə. İzahlar aydın olur sizə Olur. müəllimlər? Aydın olur, çox Aydın yaxşı aydın olur. Bir qoşulmuşuq deyin, elə dinləmədə qalırıq. Hə, narahat olmayın, bəli, bilirəm, ilk dəfədir. Lap yaxşı. Bəli. Bunlar sizə. Sağ olun, çox çox sağ olun. Aha, buyurun, buyurun səhvlərinizi deyin. Səyahət müəllim deyirdiniz ki, mən bunu işləmişəm. Buyurun. Mən bunu işləmişəm, müəllim səhvlərə baxmışam. Prosta testi tapa bilmirəm hardadır dəftərimdə. Hə. Hansı vərəqə işlədim bilmirəm. Müəllimlər yazıb ki, Həbbə müəllimə, Günay müəllimə, Övə müəllim deyib ki, bu testi görməmişik. Onda bu testi yenidən verəcəm, yenidən işləyin. Bir dənə bu 8-də düzəliş eləmişdim onu. Hüquq vəzifə söhbəti var idi, bir dəqiqə. Burada düzəliş, hə. 8-də sizə yenidən göndərəcəm bu testi, o zaman baxmasınız. Bu 4-də hüquq düşmüşdü. Yazmış ki, müəllim keyfiyyətli təsir vermək hüququndan düzgün istifadə etmir. Onu düzəltdim, vəzifədir. Orada səhv düşmüşdü. Ona görə doğru cavab olaraq 1 və 4-dür. 4-dür, yəni Y variantıdır. Bunu indi yenidən göndərəcəm. Bəzi müəllimlərimiz işləməyib. Başqa kim işləyib bunu?
Bir də desən Səyahət müəllim işləyib bunu. Demişəm müəllim tapa bilmədim burada. Aha. Belə Səyahət müəllim, şifahi də cavab verə bilərəm, amma işləyərəm müəllim. Buyurun müəllim. səhvləriniz yadınızda deyil. Səhvlərim indi ona baxıram müəllimə. Yox, mən bunu o birisi 20 dənə ilə səhv salmışam. Müəllimə, mən o birisini işləmişəm. Bunu işləməmişəm. Yox, mən də işləməmişəm. Yaxşı, baxdım. ona belə edirik O müəllim. birisini. Bu testi sizə yenidən verirəm. Çox gözəl testdir. Bu testi yenidən verirəm. İşləyirsiniz, mənə təhvil verirsiniz. O zaman belə edirik. Mən sizə etik davranış qaydaları ilə bağlı test açıram və sizə işlədirəm. Canlı. Doğru Qərəzsizlik. müəllim, doğrudur. Sonra kim var burada? Aynur müəllimə burdasınız. Bəli, müəllimə buradayım. Buyurun. Axşamınız. Axşamınız xeyir, buyurun. 5-də deyir ki, müəllim şagirdlərin pulsuz dərsliklərlə təmin olunması hüququnu bildiyi halda şagirdlərə müəssisənin verdiyi kitabları ödənişlə təqdim edərək şagirdlərin hüququnu pozur. Müəllim burada hansı etik davranış prinsipini pozmuşdur? Müəllim, burada qanunun aliliyi pozulmuyor. Uşaqların haqqıdır da bu kitablar. Doğrudur, Bəli, hüququnu pozur Bəli, bəli. şagirdləri. Doğrudur, qanun aliyi, əla. Sonra Həbibə müəllimə. Hə, öyle bu. Affedersin. Həbibə müəllimə burdasınız. Okuyun müəllim. Müəllim oxuyuram mən. Həbibə müəllim, kimdir o deyən? Mən Şəfqə müəllimə. Yaxşı, Həbibə müəllimə yoxdur. Oxuyun, buyurun Şəfqə müəllimə. Müəllim valideynlər iclası zamanı şagird ailəsinində baş verən şəxsi münaqişələri şagirdlərin və valideynlərin yanında yüksək səslə sözləyir. Konfidensiallıq pozulur da burada. Niyə? Niyə? Gizli saxlanmalıdır da o. Bəli, doğrudur, konfidensiallığı. valideyni utandırmamalıdır. Bəli, Oxuyun müəllimə yetər. doğrudur. Bəli, Ülvi müəllim. Buyurun oxuyun. Ayşə müəllimə çox savadlı müəllimədir. Amma buna baxmayaraq o gigiyenik qaydalara əməl etmir. Dərsə saçı dağınıq, səliqəsiz geyimdə gəlir. Müəllim hansı etik davranış qaydaları prinsipi pozur? Mədəni davranış müəllim. Çünki özünə fikir verməlidir müəllim. Bir nümunə olmalıdır geyimdən keçimində. Bəli, doğrudur. Nümunə olmalıdır. Çox gözəl Ülvi müəllim. Sonra başqa. Turan müəllim burdadır. Turan Bəli, müəllim, müəllimə buradayım. qalmaq istəyirsiniz, yoxsa siz də iştirak edirsiniz dərsə? Yox, olar oxuya bilərəm müəllim. Buyurun. Müəllim işlədiyi məktəbdə işləyən müəllimin fəaliyyəti haqqında sosial şəbəkələrdə savadsız, laqeyd və s. kimi fikirlər hallandırır. Müəllim burada hansı etik davranış qaydasını pozmuş olur? Burada müəllim peşəkarlıq və fərdi məsuliyyət, yox, ictimai Bir dənə sizə ipucu verim ki, biraz çatdırıcı əgər sual. müəllim, baxın, belə kobud çıxsa da desin, kobud çıxacaq sözündən, amma müəllim əgər yerli yersiz danışırsa, bu zaman müəllim loyallıq prinsipini pozur. Baxın, müəllim burada deyir ki, digər müəllimlər haqqında deyir ki, savadsızdır, laqeyd kimi fikirlər. Yəni bu müəllimə yaraşmayan bir ifadələrdə durub sən müəllim yoldaşı haqqında yerli yersiz çıxışlar edirsən. Bu loyallıq. Yazınıza saxlayın. Loyallıqda bir xələl gətirmək söz olur Turan müəllim, xələl gətirmək. Həm məktəbin nüfuzuna xələl gətirməməlidir, həm də ki, yerli yersiz çıxışlara yol verməməlidir müəllim. Misal üçün, istər öz təhsil müəssisəsi olsun, istər başqa bir təhsil müəssisəsi olsun, istər müəllim yoldaşı olsun. Bax, misal üçün, siz deyirsiniz ki, Turan müəllim deyir ki, siz işləyirsiniz tutaq ki, hər bir məktəbdə, deyirsiniz ki, qonşu kəndin məktəbində, misal üçün, müəllimləri dərs keçmir. Siz soruşurlar ki, Tural müəllim, hardan bilirsiniz? Deyirsiniz ki, eşitmişəm. Bunu dəqiq bilmirsiniz, amma eşitmişsiniz ki, tutaq ki, kimdənsə ağızdan ağıza eşitmişsiniz ki, filan məktəbin müəllimləri dərs keçmir və yaxud da filan məktəbin direktoru pul yığır. Amma dəqiq əlinizdə qanunla yoxdur ha. Əgər qanunla danışırsınızsa, bu prinsipi pozmursunuz. Amma qanunsuz olaraq hardansa eşitmişsinizsə, belə danışırsınızsa, o zaman loyallıq prinsipini pozmuş olursunuz. Burada loyallıq. Aydın oldu bu hissə. Bəli, bəli. Aha, əla. Peşəkarlıqda odur. Məsələn, peşəkarlıqda nə görsəz, onu götürürsünüz. Müəllim sinfi idarə edə bilmir, sinifdə xaos var, bu peşəkarlıqdır. Müəllim dərsə gecikir, bu məsuliyyətini dərk eləmir. İctimai etimadda nə var? Götürərsiniz. İctimai etimadda müəllim öz nüfuzunu, həm məktəbin nüfuzunu, həm öz nüfuzunu, müəllim adını qorumalıdır.
Bir də ki, bu KİV deyirlər də, informasiya vasitələri, məsələn, xəbərlərdir falan məktəbə gəlirlər. Bunlar haqqında Kütləvi informasiya vasitələri. hə, bəli, müəllim bunlar haqqında, məsələn, məktəbdə baş verən proseslər haqqında qanunla məlumat verə bilər. Məsəl üçün, məktəbdə tutaq ki, 2 dənə uşaq dalaşıbdır, bu sosial şəbəkələrə düşübdür, bu yayılıbdır və tutaq ki, kənardan gəlirlər ki, məlumat alsınlar da, televizorlardan. Müəllimə icazə verirlər ki, get ətraflı məlumat ver ki, yəni məsələ belə-belə olubdur, yəni artıq yalan məlumatların da qarşısı alınmış olsun. Bu zamanda bunda mədəni. Çünki bu zaman müəllim məktəbin nüfuzunu bərpa eləyir. Çünki məktəbin nüfuzu artıq düşür axı, məktəbdə konflikt yaranır. Məktəbin nüfuzunu bərpa eləyir. Bu da ictimai etimad. Sonra 9 oxusun. Kim oxumadı 9-u? Kim var burada? Oxuyum mən. Aha, buyurun, bəli. Mən oxuyum. Bəli, Aynur müəllimi, buyurun. Müəllim sosial şəbəkələrdə işlədiyi məktəb haqqında şayələri düzgün olmayan fikirlərin yazıldığını görür və o məlumatı yayımlayan şəxsə bunun yalan olduğunu, düzgün məlumat olmadığını söyləyir və bu xəbərin silinməsini tələb edir. Müəllim burada hansı etik davranış prinsiplərinə əməl etmiş olur? Bu ictimai etimad olur. Bəli, elə budur. Doğrudur Aynur müəllimə. Bayaq elə onun haqqında danışırdıq. Görür ki, məktəbi haqqında şahidlər yarılıb, deyir ki, səhv məlumatdır. Düzgün məlumatı verir və deyir, xahiş edirəm onu silin. Bu zaman ictimaiyyət içərisində müəllim məktəbin nüfuzunu bərpa edir. İctimaiyyət doğrudur. Sonra Nərmin müəllimə, buyurun, 10 sual. Aysel müəllim ona verilən mövzunu o qədər yüksək səviyyədə şagirdlərə mənimsətdi ki, açıq dərs zamanı rəhbərlik, valideynlər onun bir daha necə savadlı müəllim olduğuna əmin oldular. Müəllim hansı etik davranış qaydalarına əməl etmiş oldu? Deməli, müəllim, burada məncə o peşəkarlıq və fərdi məsuliyyət olacaqdı. Aha, bəli. Niyə görə? Çünki o öz peşəkarlığını ortaya qoyub yüksək səviyyədə dərs keçir. Eyni zamanda məsuliyyətini dərk edir ki, onun açıq dərsi var da. Ona məsuliyyətli hazırlaşır. Bəli,